Salam hər bir kəsə. Bu gün biz sinif 11, sınaq 6 olan bir izahımıza baxacağıq. Başlayaq izahımıza. Subarktik və tropik iqlim quşaqları fərqli xüsusiyyətlərini istəyir. Deməli, iqlim tiplərinə bölünmür. Bilir ki, subarktik bölünmür, amma tropik bölünür. Ona görə fərqlidir o, götürmək olar. Avrasiya və Şimali Amerika materiklərində yayılıb. Hər ikisi yayılıb olmaz, yəni oxşar xüsusiyyətdir. Yaydığı ərazilərdə ekstremal təbii şəraitdir, yəni rast gəlinir olar. Burada məsələn səhraya, burada isə buz səhraya rast gəlmək olar. Bu da oxşardır. Yalnız ekvatordan şimalda yerləşir və ya yayılıb. Subarktik doğru ifadədir. Yəni bu subarktika aiddir, amma tropika aid deyil. Buna görə fərqlidir. Yayda mülayim hava kütlələri hakim olur. Bu subarktika aiddir, tropika aid deyil. Çünki tropik öz hava kütləsi var. Mövsümi küləkləri də baş verir hər ikisində. Yəni 1, 4, 5 sualımızın doğru cavabıdır. Sonra biz baxaq 32-ci sualımıza. E, yanvar ayları, dekabr, yanvar, fevral ayları üçün xüsusiyyətli istəyir. Yəni hansı deyir ki, daha rütubətli keçir. Bu deməli, üçüncü məntəqəmiz subekvatorialdır. Şimalın subekvatorial bilir ki, iyun, iyul, avqust aylarıdır. 4 eyni ilə götürmək olar və burada 5 də yay rütubətli keçir. Bunları biz götürə bilmərik. Bizə lazımdır dekabr, fevral ayları. O zaman götürəcəyik ki, 1, 2, 6. Yəni Y variantı. Sonra baxırıq biz Günəş 10 dərəcə şimal enliyində zenitdədir. Deməli, burada 10 dərəcə şimal enliyində zenitdədir. Bu zaman günorta vaxtı 50 dərəcə cənub enliyində məntəqəyə günəş şüalarının düşdüyü bucaq qədər şimal yarımkürəsində hansı enliyə düşər? Günəş burada zenitdədirsə, bura düşmə bucağını hesablayaq. 10, 50, 60, 90-dan 60-ın çıxırıq, yerdə qalır 30. Deməli, əgər günəş buradadırsa 30 dərəcə ilə hansı enliyə düşər, onu tapmaq üçün yenə də 90-dan biz 30-unu çıxaraq, yerdə qalır 60. Onun üzərinə 60 gəlirəm, edər 70. Yəni 70 dərəcə şimal enliyi. Bunun əksini hesablayanda görək ki, düz gəlir yoxsa yox. 70-dən 10-u çıxıram 60, 90-dan da 60-ını çıxıram 30. Demək ki, bunu aldımsa doğru hesablamışam. Yəni Y variantı. Üzr istəyirəm, C variantı. Sonra Şərqi Avropa regionu üçün səciyyəvi deyil. Orta Rusiya Valda yüksəliyi yerləşir. Doğrudur. Cavan dağlar mövcuddur. Doğrudur. Buzlaq relyef forması geniş yayılıb. Bu da doğrudur. Çünki 4-cü dövr buzlaşmasına məruz qalıb. Mülayim kontinental iqlimdə yerləşir. Doğrudur. Aktiv vulkan burada yoxdur. B variantı səhv fikirdir. Sonra hansı burun materikin ucqar cənub nöqtəsi deyil? Məsələn, bu Şimal Amerikanın, bu Cənubi Amerikanın, bu Avrasiya, bu da Avstraliyanın cənub ucqar nöqtələrdən. Almaniya burnu isə Afrikanın qərb ucqar nöqtəsidir. Hansı ada Sakit Okean, Naska? Yəni burada 35-də C oldu. Hansı ada Sakit Okean və Naska litosfer havaları sərhədində yerləşir? Təbii ki, bu Pasxa adasıdır. Ölkəmizin sərhədində yerləşən dağ silsiləsi hansıdır? Deməli, bu İranla sərhəddir, bu isə Ermənistanla sərhəddir. Yəni Zəngəzur, Talış, Y variantı. Xəritədə eyni yağıntı miqdarına malik olan ərazinin birləşdiyi xətlər necə adlanır? Yağıntı deyirsə biz izoqeyt götürəcəyik. İzosey seysmikdir, izobar təzyiqdir, izobat dərinlikdir, izoqalində duzluqdur. Cədvəl əsasında doğru sıranı müəyyən elə. Deməli, burada Mississippi platforma sahəsində yerləşir. Doğrudur. Turan cənub-qərbi Cənubi Asiyada yerləşir. Bax, biri götürəcəyik. Turan Cənubi Asiyada yerləşmir. 2 səhvdir. Küre-Araz şimal-qərbdən cənub-şərqə doğru mütləq yönüşləri azalır. Bəli, Xəzərə getdikcə Xəzər sahili ərazilərə azalacaq. La Plata Sakit Okeandan gələn hava kütləsinin təsiri altındadır. Xeyli Ant dağları qoymur bura gələn. Almaniya, Polşa, Balkanlar geniş yayılıb. Bu səhralar üçün xas olan xüsusiyyətli Balkan, Alman, Polşada olmaz. Mesopotamiya cənub-qərbi Asiyada yerləşir. Bu da doğru ifadədir. Yəni 1, 3, 6 A variantı. Sonra 40-a baxaq. Tiras dövrü demişik ki, daha doğrusu öyrənənlər bilir ki, Tiras yalnız Dərəliyəz silsiləsindədir. Yəni 4-də B variantı.
Dekan yayləsi böyük Çin düzəni üçün oxşar əlamət nədir? Ə, Şərqi Asiyada yerləşir. Bu böyük Çinə aiddir. Subtropik iqlim quşağında yerləşir. Ə, Bu ifadə yanlış ifadədir. Yəni oxşar istəyir də bizə. Təbii ki, dekan yaylasında subtropik olmaz. Akkumulyativ düzənlikdir. Bu dendasyondur. Muston təsirinə məruz qalır. Aha. Bizim sualımızın doğru cavabı burada D variantıdır. Burada iqlimin formalaşmasının İndo-Okeanın rolu böyükdür. Bu dekana aid olar, amma böyütçünə olmaz. Ona görə götürmürük. Yəni 41-ci sualımız D variantıdır. Sonra M məntəqəsində havanın temperaturu sutkalıq gedişi verilib. Demək, sutkalıq temperaturu amplitudunu istəyir. Bunu tapmaq üçün ən yüksək ilə ən aşağı olan temperatur arasında fərqi tapmaq lazımdır. Yəni edir 12 dərəcə. C variantı. Sonra 43-ə baxaq. Nival buzlaq relyef formasına rast gəlinir. Yəni hansılardır? Təbii ki, burada təknəvari dərələr, moren, tirələrdir. Sonra baxaq 44-ə. Materikin şərq hissəsində yerləşir. Buzlaq mənşəli relyef forması üstünlük təşkil edir. Seysmik cəhətdən sabitdir. Bu e, deməli Lavrenti yüksəyi olacaq. Çünki böyük hövzə qərbdədir, şərqdə deyil. Missisipi cənubdadır olmaz. Ümumiyyətlə orada heç buzlaq relyef forması yoxdur. Meksika sahili ovalıq. Bu da eyni ilə Colorado isə yenə qərbdə yerləşir. Bizə lazımdır A variantı ki, sualımız doğru olsun. Sonra davam edək. Tropik enliklərdə daha güclü siklonların baş verməsinin səbəbi nədir? Deməli, sutkalıq temperaturun amplitudunun kiçik olması, illik temperaturun amplitudunun böyük olması, səhranın geniş sahə tutması deyil, yağıntıların düşməsi, təzyiq fərqinin daha böyük olması, Y variantı uyğun variantdır. Ural dağları hansı geoloji yerdə yayılıb, yaranmışdır daha doğrusu. Təbii ki, bilirik ki, bu paleozoy erasıdır. Sonra sürüşmənin daha intensiv getdiyi ərazilər, fikir verin, burada düzənlik ərazilər verilib. Yəni, nisbətən e, quraq, mütləq hündürlük yazı olan ərazilər verilib. Amma bir dənə burada B variantını göstərilib ki, Böyük Qafqazın orta və yüksək dağlıqlarıdır. Yəni, ümumiyyətlə bilir ki, ən çox sürüşmələri baş verir. Harda? Böyük Qafqazda. Şah taxtı, Nehrəm yataqları üçün ümumi əlamət nədir? Şah taxtı bilirik ki, travertin e, yatağıdır. Məsələn, Kəlbəcərdədir. Nehrəm duz yatağıdır. Hər ikisi üçün ortaq cəhət daş duz yatağı da olmaz. Travertin yatağı da olmaz. Böyük Qafqaz tektonik qalxmasında yerləşir. Bu yanlış ifadədir. Biri böyükdə, biri kiçikdə olmaz. Qeyri-filiz fayda qazıntıdır. Tabii, bu doğru olar. D də ola bilməz. Deməli, 48 oldu C variantı. 49 doğru olmayan fikri istəyir. Kürədə zolaqlı Kür çökəkliyinin böyük hissəsinə aiddir. Doğrudur. Yansız Dənizə zirvəsi Şaxtaxtdır. 4243 metr. Doğrudur. Gürcüstan şərir düzləri arası boyu düzənliyə aiddir. Doğrudur. Kazangöldə zirvəsi Talış silsiləsində yerləşir. Bu Zəngəzur silsiləsində yerləşəcək. Talış Kömürköy, Qızılyurda aid edə bilərik. Deməli, D variantı yanlış ifadədir. Yaşma düzənlikdə Xəzər sahilində yerləşir. Bu da doğrudur. Yəni 49 D variantıdır. Erven diaqramında verilmiş iqlim diaqramlarına əsasən deməli, nə istəyir bizdən? Uyğunluğa. Baxırıq ki, bu qış ayları nisbətən rütubətli keçir və 800 mm təxmini yağıntı var. Burada da eyni ilə deməli, bu temperatur cənubu göstərir. Bu da qış ayları. Yəni bizə görə qış ayları, amma onlara görə isə yay fəsli daha bol yağıntılı keçib. Biz bunu subekvatoriala, bunu isə eyni zamanda burada temperatura da baxmaq lazımdır ki, yəni 20-30 arasıdır. Burada da eyni vəziyyətdir. Burada da temperatura baxmaq şərtdir. Aha, bu subtropik aralığı, bu isə subekvatorial. İndi baxaq, Cənub yarımkürəsi üçün səciyyədir. Görür ki, bu şimala doğrudur. Bu şimal yarımkürəsinindir. Cənub olmaz. Cənub budur. Yəni 2-yə 1. Aralıq dəniz iqlim tipi xasdır. Aha. Bu 1-ə aid eləyə bilərik biz 2-ni. Keçid iqlim quşağıdır. Hər üçü keçiddir. Yəni subla başlayır. Sonra yağıntılar əsasən ilin dövründə düşür. Bu da subtropik aralığında bilirik ki, qışda düşür, subekvatorialda isə
İlin isti dövrünə düşür. Yəni burada 4. 1'ə 2. Bunların heç biri deyil. Aha, bir dənə elə cavabımız var. 1'ə 2, 2'ə 1, 4, 3'ə isə 3. Deməli, sualımızın doğru cavabıdır. Sonra davam edək biz növbəti sualımızla. Dağlara uyğun gələn zirvələri müəyyən elə. Atlas dağları, demək, Tup qaldır. Alp dağlarına Matterhorn zirvəsidir. Apalaça Mitchelldir. Skandinaviya isə Kalaxan Pitkin. Yəni 1C, 2B, 1C, 2B, 3D, 4A. A variantı uyğun variantdır. Sonra davam edək. Aşağıdakı fikirlərdən hansı adi plan üçün doğru deyil? Adi plan o, bilməyənlər üçün deyək ki, Cənubi Amerikada 20 dərəcə cənubində yerləşən quraqlıq bir ərazidir. Platodur, yəni Ant dağlarında yerləşir, doğrudur. İqlim quraqdır, doğrudur. Platodur, doğrudur. Ekvator yumuşaqda yerləşir, xeyr. Bura quraq iqlimdədir. Boliviya Çili sərhədində yerləşir, bu da doğru ifadədir. Yəni sualımızın doğru cavabı əslində burada D variantıdır. Sonra bu nədir? Deməli 53-cü sualımız atmosfer bölməsinə aid temperaturla bağlı bir məsələdir. 30 dərəcə temperaturda 1 kubmetre havada 12 qram su buxarı var. Nisbi rütubətli faizi nə qədərdir? Bilirik ki, 30 qramda 100%dir və bunun içərisində 12 qram su buxarı var. Bəs 12-yə nə qədərdir? X. 12 vuraq 100 bölək deməli 30-a. Bu sıfırlar ixtisar olacaq. 12-ni vuranda 10-a. Və ya burada 3 ilə 4, 12-ni ixtisar edən 4, 4-ü 10-a vuranda 40. Yəni 40%. Sonra mümkün buxarlanmanın 900 millimetr, orta illik yağıntı miqdarı isə deməli 1170 millimetrdir. Bu zaman rütubətli əmsalını istəyir bizdən. Burada orta illik yağıntını mümkün buxarlanmaya böləcək. Yəni 1170-i 900-ə böləndə burada düşəcək. Bu sıfırlar gedəndə 117 bölək hesablayaq. 117 bölək 90. Aha. Deməli, sualımızın doğru cavabı burada 1,3-dür. Sonra davam edək. Yəni 54-cü sualımızın cavabı 1,3 olacaq. Davam edək növbəti sualımızla. Subtropik iqlim quşağının bərabər rütubətli iqlim tiplərinin formalaşdığı materiklər üçün ümumi əlamət. Bu hansı materiklərdə yayılıb? Onu bilməliyik birinci. Təbii ki, Cənubi Amerika, Afrika və Avstraliya. Bunlar üçün oxşar cəhət haralıq dəniz tipi yayılıb, doğrudur. Bir götürək. Qütb gecə gündüzləri baş verir. Xeyr, fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bu ikisində rast gəlinir, yəni Cənubi Amerika ilə Afrika, amma Avstraliyada rast gəlinmir. Uzqar şimal nöqtələri ekvatordan şimalda yerləşir. Bu ikisi üçün doğrudur, amma Avstraliya uzqar şimalı cənub yarımkürəsindədir, olmaz. Mezoy qırışığına aid dağ sistemləri mövcud deyil. Bilməyənlər üçün ümumiyyətlə deyək ki, cənub materiklərin heç birində mezoy qırışığı mövcud deyil. Amma cənub yarımkürəsində bəli, mezoy qırışığı var. Bu ifadədə götürmək olar hər üçü üçün, yəni oxşar cəhət kimi. Tropik iqlim quşağının qərb sahil boyu quraq iqlim şəraiti formalaşır. Təbii ki, Cənubi Amerikada deyə bilərik, məsələn, Peru, məsələn, Afrikada Bengal, Avstraliya isə Qərbi Avstraliya cərəyanıdır ki, bunlar quraq iqlim yaradır. 1, 5, 6. Bunlar açıq tipli suallardır. Sonra davam edək. Doğru ifadəni seçin. Mümkün buxarlanmanın minimum qiyməti tropik səhrada qeyd alınıb. Xeyr, bu maksimum olar. Buxarlanmanın qiyməti yerdəki istilik yağıntıdan asılıdır. Yer kürəsi 5 istilik quşağını ayırır, 7-dir. Quru səthində buxarlanan su miqdarı düşən yağıntının miqdarından deməli, quru səthində buxarlanan suyun miqdarı düşən yağıntının miqdarından artıq ola bilməz. Bu ifadə yanlış. Bu ifadə doğru ifadə olacaq. Mümkün buxarlanmanın havanın temperaturu arasında tərs mütənasiblik var. Xeyr, düz mütənasibdir. Yəni 5 də yanlışdır. İstilik quşaqların sərhədləri tropiklərdə orta illik, digər illiklərdə isə Einstein orta temperaturun göstərin izoterin. Aha, bu da doğru ifadədir. Yəni sualımızın doğru cavabı burada 2, 4 və 6-dır.
Bunu bir də oxuyaq. Quru səthində buxarlanan suyun miqdarı düşən yağıntının miqdarından artıq ola bilməz. Hə, doğru ifadədir. E, Məsələn, deyək ki, e, məsələn deyək 500 millimetr su buxarlanırsa, elə 500 millimetrdə yağıntı yağacaq. Sonra davam edək növbəti sualımızla. Uyğunluğu müəyyən edin. Kvars qumu Hacıvəli hökməlidir. Buna yazaq C, Y. Xromit Göydərədir, Kəlbəcərdə. Seolit gili isə Ağdağdır. Yəni Tovuzda. Deməli, 1-ə C, Y, 2-yə D, 3-ə də B. İpək Laçındadır və o da xromit yatağıdır. Amma əslində Laçın yoxdur deyə indi e, biz bunu əlavə edə bilmərik. Hə, üzr istəyirəm, burada A-nı da əlavə etmək olar hətta. Yəni 1-ə C, Y, 2-yə A, D, 3-ə isə B. Yəni sualımızın doğru cavabı burada budur. 1 C, Y, 2 A, D, 3 A, 3 B. Sonra davam edək. Bizə belə bir situasiya verib, uyğunluğu istəyir. A adası Şimal Amerika Avrasiya havalarının divergen sərhədində yerləşir. Bu səbəbdən də burada fəaliyyətdə olan vulkanlar mövcuddur. Adada keçid iqlim qurşağıdır. Onun sahilləri iki okean suları ilə yuyur. Bu İslandiya adasından söhbət gedir burada. A adasının adı və adanın hansı iqlim qurşağında yerləşdiyini yazın. Təbii ki, İslandiya. İslandiyanın adası iqlimi isə subarktikdir. Subarktik. Aha, 58-ci sualımızın doğru cavabı İslandiya subarktik. Sonra davam edək 59-la. Adasının yerləşdiyi 2 saat qurşağını və onun sahillərini yuyan okeanların adını yazın. Okeanlar şimal buzulu ilə Atlantikdir. Saat qurşaqları isə burada qeyd olunub 14 və 24 dərəcə qərb uzunluğu. Bu bilir ki, bizim nəyimizdir? Qerimlisimizdir. 12 dərəcə, yox, üzr istəyirəm, 14 dərəcə qərb uzunluğu hansı saat qurşağında yerləşir? 7.5-ə qədər 7.5-ə qədər 24-cü saat qurşağıdır. Artıq buradan 7.5-dən bu tərəfə keçəndə düşür 23-cü saat qurşağı. Yəni buraya yazacaq 23-cü saat qurşağı və bir də burada bir dənə də yazıb 24 dərəcə qərb uzunluğu. Bu da 24 dərəcə qərb uzunluğunu da biz bölürük 15-ə, düşür 1, sonra 9-da qalır. Görür ki, qalığımız 7.5-dən böyükdür deyə bunun üzərinə 1 gəlir, edəcək 2. Qərb yarımkürəsində olduğu üçün 24-dən də 2-ni çıxıram, edib 22. Yəni 23 və 22-ci saat qurşaqlarıdır. Bir də okeanlarsa Şimal buzlu və Atlantik okeanıdır. Yəni sualımızın doğru cavabı burada budur. Sonra keçək 60-cı sualımıza. A adasının sahəsi xəritədə 41,2. Bu xəritənin ədədi miqyasını hesablayın. Deməli, bizə nə lazımdır ki burada? Xəritədəki sahə verib, bizə həqiqi sahə lazımdır. Səhv etmirəmsə yazmışdı bura. A adasının sahəsi, həqiqi sahəsi verib 103 min. İndi biz nə etməliyik? Burada təbii ki 103 mini böləcəyik nəyə? 41,2-yə. Hesablayaq. Deməli, 103 min bölək 41,2-yə. Deməli, kök altda 2500 olacaq. Yəni, bilirik ki, biz miqyası hesablayanı bu formada hesablayırıq. Kök altda 2500 düşür və 2500-dən də kök çıxır, təbii ki, 50. Bizə nə deyir burada? Bu xəritənin ədədi miqyasını hesablayın. Ədədi miqyas deyirsə, bu izahlı formadadır. Ədədi deyirsə, biz bunun yanına 5 dənə sıfır əlavə edək. 3, 4, 5 dənə. Deməli, nə edir bu? 5 milyon. 5 milyon edir cavabımız. Yəni 60-cı sualımızın cavabı budur. Bu qədər izlədiyiniz üçün təşəkkürlər və tez bir zamanda çəkdim deyə ola bilsin ki, müəyyən nitq
qüsurları oldu. Buna görə üzrü saymağınızı sizdən xahiş edirəm.